və silsilə videolar. Növbəti video nə vaxt olacaq Mehman və orada nələrdən danışacaqsan? Aha, növbəti video bilirəm hər kəs bunu gözləyir və mənə suallar verirlər. Bu günlərdə, bu həftə ərzində olacaq. Tarixi demirəm ki, İlham Əliyev işıqları söndürməsin, ölkədə interneti söndürməsin. Ona görə də bu həftə olacaq. Biraz bu dəfə gec alındı. Niyə? Buna da səbəblərimiz var. Münhen təhlükəsizlik konfransından sonra və Amerikada, Vaşinqtonda siyasi mühacirlərin aksiyasından sonra Avropada yaşayan siyasi fəallara qarşı hücum başlayıb, bizləri izləyirlər, bizi öldürmək istəyirlər, bizi yox etmək istəyirlər. Ona görə də bizim bir çox gün ərzində bir neçə saatımız polis bölmələrində keçir. Biz deməli ifadələr veririk, istintaq gedir, cinayət işi açılıb. İsveçrədə qardaşıma qarşı hücum planlanmışdı, o da alınmadı. Yəni başımız biraz qarışıb hüquqi prosedurlara ki, biz İlham Əliyevin planlarını pozaq. Ona görə də biraz ləngitmə olur, amma bizim heç yerə tələsən yerimiz yoxdur. Biz yenə deyirəm ki, bütün bu kinoları ortaya çıxardacağıq. Əlimizdə olan faktları insanlarla... Nə var, nə faktlar var Mehman? Bölüşəcəyik. Hər şey bizdə artıq... Təzə nə var? Bu dəfə biz danışacağıq 6-cı hissədə deməli Emin Hüseynovun ölkədən qaçışı, niyə Mehriban Əliyeva 10 gün artıq keçib ortaya bir fakt qoymayıb ki, Emin Hüseynov qadın paltarında giribmi səfirliyə, yoxsa girməyibmi səfirliyə? Yəni müdafiə çəkiləcəksən, yoxsa Alyona və ailə haqqında təzə məlumatlar yoxdur? Biz göstərəcəyik ki, Alyona Əliyeva, Emin Hüseynov kimdir, nəçidir? Çünki hal-hazırda Eminin fəaliyyəti, Eminin adı gündəmdədir və biz kinonu iki yerə bölmüşük. Emin Hüseynovun ölkədən çıxışı və Alyona Qonçarın Ukraynadan qaçışı. Niyə qaçıb? Kimə qoşulub qaçıb? Səbəblər nədir? Bax, biz müqayisə eləyəcəyik. Necə Ukraynadan qaçıb? Heydər Əliyev mi nəzərə tutsan? Ona mı qaçıb? Heydər Əliyevin yanına qaçıb. Amma Heydər Əliyevin yanına qaçmamış. Alyona Qonçar nişanlıydı. O nişanlısını qoyub qaçıb və biz bunları hamısını ortaya qoyacağıq. Xronologiyanı göstərəcəyik və yəni 6-cı hissə maraqlı hissədir və bunların davamı olacaq. Sergey dayını nəzərə tutursan, nişanlısı? Mən informasiya xarakterli soruşuram. Millətimizin bilməyə haqqı çatır, maraqlıdır. Bu qoy kino çıxsın, gözləsin hamı. Biz İlham Əliyevi narahat qoyaq, biz İlham Əliyevə asan yem olmayaq. Ona görə də 6-cı hissəsi olacaq, 7-ci hissəsi olacaq, 8-ci hissəsi olacaq və biz kinolarda artıq o qədər informasiya axını var. Biz artıq düşünürük ki, bütün kinolarda həm Alyonanın hekayəsi olacaq, həm də deməli ölkə ətrafında baş verən hadisələr də qoyacağıq ki, insanlar açıq mənzərəni görsünlər. Yəni, başa düşsünlər ki, ölkədə nə baş verir. Mən bilirəm, çoxları mənə yazır, mənə Instagrama, Facebooka yazırlar ki, ay Mehman, biz istəyirik ki, sən Telegram qrupu açasan, Alyonanın intim videolarını görsədəsən. Bu... Var mı? Elə şeylər var? Əlbəttə ki, var. Amma bu bizə, bizim işimizə yarayacaqmı ki, biz Telegram qrupunu açaq və Alyonanın ifşa videolarını orada paylaşaq. Yəni bu, baxın, biz istəyirik ki, insanlara sağlam araşdırmalar, sağlam məlumatlar, təsir edici məlumatları görsədək. Yenə deyirəm ki, kimə ki maraqlıdır ki, Alyonanın
ə, intim şəkilləri, intim videoları biz düşünürük, gələcəkdə lazım olsa Telegram qrup yaradıb, lazım olsa Yəni belə gizlin şey bir qrup. mümkündür? Əlbəttə ki, mümkündür. Artıq indiki məqamda qeyri-mümkün olan heç nə yoxdur. Biz görürük ki, İlham Əliyev Alonanın acığını siyasi məhbuslardan çıxır. Biz görürük ki, İlham Əliyev Alonanın acığını Tofiq Yaqubludan çıxır. Biz görürük ki, ölkədə repressiyalar sürətli sürətli şəkildə davam edir və mən görürəm ki, biz yəqin çox yaxınlarda onu da görəcəyik ki, məcbur qalıb Alona Əliyevanın intim foto videolarında paylaşacağıq Yəni gizlin bu qruplarda. doğru deyil, amma məcbur qalırsan, 100% qalacaqsan. başqa bizim yəni deyirəm ki, məndə materiallar varsa, o üzə çıxmalıdır. Amma yenə də mənim niyyətim odur ki, biz sağlam, Nə qədər etik doğru araşdırma, gerçəkdir o görüntülər? Yəni videolar, və kim çəkib fotolar, onları? o ətraf, yəni çəkənlər Alona Əliyevanın podruqaları, dostları, ev məclisləri, klub məclisləri, Eminin özü yaxtada dronla çəkib. Yox, Yəni bizim necə materiallar, yaxtada intim belə cinsi münasibətdə olduğu şeyi, yoxsa nə? Yəni biz hər yoxsa şey, çılpaq? yəni yaxtada Bala Heydərin lüt olduğu kadrlar, bəylər necə ona qulluq eləyir, bəylər Eyübovdan söhbət gedir. Onun Bala Lüt bədənə Heydərin, qulluq eləyir ona. bəli, Bala Heydərin deməli dayələri necə ona qulluq eləyir. Bala Heydər ata ola bilərmi? Sualın cavabı var bizdə. Bala Heydər sağlamdırmı? Bala Heydər ölkəni idarə edə bilərmi? Bütün bu sualların cavabı var. Yenə deyirəm ki, material çoxdur, amma biz bütün güllələri bir dəfəlik bitirmək istəmirik. Biz yavaş-yavaş, xırda-xırda insanlara həqiqətləri çatdıracağıq. Lakin indi təhlükəli məqam odur ki, İlham Əliyev bizi axtarır. İlham Əliyev bizi dayandırmaq istəyir. İlham Əliyev bizi susturmaq istəyir. Ona görə də mən həm indi bir 10 dənə işi eyni anda görürəm. Həm özümü müdafiə eləməliyəm, həm hüquqi prosedurları aparmalıyam, həm kinonu çəkməliyəm, həm montaj eləməliyəm, həm polis bölməsində ifadə verməliyəm, həm lokasiyalarımı dəyişməliyəm. Yəni indi üzərimizə böyük bir yük düşüb, böyük bir məsuliyyət düşüb. Ona görə də biz ehtiyatlı davranmalıyıq. Ona görə də biz sağlam qalmalıyıq, yaşamalıyıq ki, biz üzə bu həqiqətləri çıxardaq. Yəni mexanizm belədir. Həm özümüzü müdafiə eləməliyik, özümüzü qorumalıyıq, həm də işimizi davam eləməliyik. Və yenə deyirəm ki, bu həqiqətlər hamısı üzə çıxacaq. Hər kəs də bunları biləcək. Dedin ki, Emin Hüseynov qardaşın Bala Heydər ya Əliyev ailəsi Alyona Əliyeva yaxtada istirahətdə olduğu zaman dronla və s. formada çəkib. Nə vaxt olub bu? Bu birinci kinodan, ikinci kinodan mən göstərmişdim. Bala Heydər 2018-ci ildə güya əsgərlikdə şaqat eləyən vaxtı, güya əsgərlikdə tər axıdan vaxtı məlum olub ki, mən həbsdəyəm 2018-ci ildə. Məlum olub ki, Bala Heydərin təyyarəsi Bakıdan uçur Fransaya, Monaco, Nice, bax o tərəflərə uçur. Onun orada villası var, Azər Əliyevin villası var. Orada yaşayırlar. Emin o vaxt 7 il bundan əvvəl izində olub. Tam Və doğru. illərlə Tam saxlayıb ki, mehman gəlsin, bir yerdə kino çəkək. doğru. Amma Eminin gözləntiləri böyükdür. Yəni Emin istəmir ki, bu sadəcə bir YouTube proyekti olsun. Emin istəyir ki, bu qlobal bir Netflixdə əgər dokumental kino çəkiləcəksə, Emin hazırdır bunu təqdim eləməyə. Əgər BBC, CNN, Euronews, Almaniyanın telekanalları, Fransa telekanalları birləşib bir böyük iş görmək istəsələr,
Təsəvvür eləyin, Emin orada onu 2-3 ay otarıb, lord dilində desək. 2-3 ay adam çəkib durmadan, hər gün dronla izinə düşüb, maşınla çəkib, restoranda çəkib, oteldə çəkib və bunlar bir terabaytlarla ölçülən materiallardır. Və bu biz, yəni Eminin istəyi o ki, bu istəmir ki, bu sadəcə YouTube-la kifayətlənək. Biz istəyirik ki, böyük bir işlərdə görək, dokumental kino, Netflix-ə, digər platformalara, dövlət telekanallara və bu da olacaq. Ona görə mən deyirəm ki, bizim tələsən yerimiz yoxdur. Bizdə əlimizdə materiallar var və sadəcə indi İlham Əliyev bizi bu materiallara görə cəzalandırmaq istəyir, öldürmək istəyir. Əliyevin tələsən yeri var, ona görə istəmir ki, onlar yayımlansın, ona görə də hücuma keçib, adamlar göndərir. Doğru. Biz də, yenə deyirəm, biz də çalışmalıyıq ki, onun bu hücumlarından yan keçək və onun cəzalanmasını tezliklə təşkil edək. Çünki burada artıq İsveçrədə, Fransada, Almaniyada cinayət işləri açılıb, polislər bir-biri ilə əlaqəlidir, polislər deməli İlham Əliyevin üstümüzə göndərdiyi adamların izinə düşüb. Biz yenə deyirəm ki, böyük iş görürük, riskli iş görürük, amma tələsmirik. Amma dəyər, o heç, o dəyər. Mən keçənlərdə səninlə danışarkən də bizim müraciətlərimiz oldu ki, kimlərsə ki, bizə qarşı hücumda iştirak üçün cəlb olunubdur, onlar bizi vurmağa, bizi sıradan çıxartmağa göndərilibdir. Onların tanışları, qohumları, vicdanları olsun, bizə xəbər versin və xəbərlər veriblər və indi deyəcəyim məlumatlar da özləri də bilir ki, doğrudur. Baxın, biz həmən adamların Avropada kimlərlə koordinasiya qururlar, bəzilərinin kimliklərini bilirik və Avropa polisi də bilir və kimlərə hansı kriptovalyuta ilə pullar göndərilir, 10 milyon dollardan çox pul sərf olunubdur. Konkret 10 milyon dollardan çox kriptovalyuta ilə müxtəlif Avropada şəxslərə bölünübdür və Azərbaycandan çıxıbdır və Rusiyaya göndərilibdir, Rusiyada olan adamlara göndərilib, Türkiyədə olan adamlara göndərilib. Yəni, bəzi şeylərdən xəbərimiz var və ona görə də bilin ki, necə iş görəcəksiniz, nə addım atacaqsınız. Bir, vicdanınızı, Allahı qarşınıza qoyun. Ramazan ayıdır, bunu da nəzərə alın, bu işlərdən əl çəkin, həmçindəki qanun qarşısında cavab verəcəksiniz deyə Fransada o kriminallar 10 nəfər həbsxanada yatır. Bir neçə aydan sonra onların məhkəməsi olacaq. Birinə hələ gəlib vurmada iştirak etməyib, əlinə bıçaq belə almayıb, sadəcə avtomobil sürmüşdü. Həmən adama deməli, adı səhv etmirəmsə, Niyaməddindir. 10 il həbs cəzası verdilər. Apellyasiyada yenə 10 ildə də saxladı. Sadəcə sürücü olmuşdu, taksi şoförü olmuşdu. Digərlərinin məhkəməsində isə 20 il minimum olacaq. Görərsiniz indi, iyun ayında 3-4 aydan sonra hökm veriləcək, özünüz də görəcəksiniz. Ona görə də papağınızı qabağınıza qoyun, arxanızda Əliyev də olmayacaq. Əlqərəz, biz Münxendə və Amerika Birləşmiş Ştatlarında İlham Əliyevi mühafizəçilərinin həm Emin Hüseynova davranışını gördük, həmçindəki ABŞ